Artıq uzun müddətdir ki, mən yumurtanı belə yoxlayıram hər bişirəndə. Qoyuram suya. Əgər suda tam qalırsa, baxın belə. Yəni bu salamatdır. Əgər bu qalxsa, belə dayansa, çox güman ki, bu xarabdır. Çox qalmış yumurta olur. İkinciyə baxaq. Görürsünüz, necə qoyuram, belə də qalır. Baxın. Bir dəfə biz başqa yerdən yoldaşım yumurta almışdı. Təsəvvür edin ki, harca 15 də yumurta almışdı. 15'ini də yoxladım, hamısı bax belə qalxdı. Hamısı xarab. Sındırdım, gördüm, iyi gəlir. Necə iyi gəlir, dəhşətdir. İnsanlar var ki, heç bunu yoxlamır. Elə birbaşa qırır yeyir. Xeyr, mən elə şey eləmirəm. Çalışın bu bədənə gözəl şəkildə qulluq eləyək. Ben növbətiyi qoyuram. Bax, görürsünüz. Qaldı suyun altında. Bu qalxmalıdır belə. Yox, belə qala bilər. Adətən belə qalır. Demək ki, bu xarabdır. İnşallah mən də bu günləri evdə heç kəs yoxdur. Özüm elə də yumurta 3 dənə bunları götürürəm. Demək, qazın üzərinə qoyuram. Su artıq qaynara düşəndə 1 dəqiqə baxıram saata, söndürürəm. 10 dəqiqədə suyun içində qalır. Ondan sonra artıq soyuram, bol tərəvəzindən yeyirəm, çörəksiz. Bax, belə gözəl insanlar. Çalışın. Nasıl mən yumurtaya görə elə bir 30 kilometr yol gedirəm yumurta almağa. Bir nəfər var, məsələn, o mənim üçün yığır öz toyuqların yumurtasından. Hardan nə gəldi almıram mən. Çalışın, sağlamlığınızı qoruyun.